Ana dili günündə nümayişə qoyulan səhnələr, qar çiçəkləri kimi hər yerdən göyərən bir millətin milli əzm və iradəsi idi ki, bu hərəkət keşkə təkcə bir gündə qalmayıb və bütün günlərə sıçrasın. Ana dilimizin əsas səngərlərindən biri yer adlarıdır və yer adları dil, tarix və coğrafiyanın vahid səngəridir. Hələ 1377 idi və Profesor Zehtabinin Əski Tarix kitabını oxumağa başlamışdım. Kitabın lap əvvəllərində 33-cü səhifədə bu cümlələri oxudum. El, tayfa və xəlqlər, yaşadıkları mühit, yer, ölkə və məntəqənin dağ, dərə, çay, göl, meşə və sairəsini, eləcə də yaratdıkları kənd, qala, şəhərlərini öz dillərinin kəlmələri ilə adlandırmış və adlandırırlar. Demək, şifahi şəkildə ağızdan ağıza zəmanəmizə gəlib çatmış, eləcə də tarixi əsərlərdən məlum olan əski yer və coğrafi adları o dövrlərin dilindən yadigar qalmış ən möhkəm sənəd və mədrəklərdir və onları xəlqin dediyi kimi diqqətlə qeydə alıb saxlamaq, onların üzərində işləyib açıqlamaq ən önəmli və vacib milli vəzifələrimizdən biridir. Zehtabinin bu sözləri hələ də qulağımda səslənir və inanıram ki, yer adlarını yazıb saxlamaq milli vəzifələrimizdən biridir. Hələ sonralar və 80-cı ildə Zehtabinin İslama qədər kitabının 62-ci səhifəsində bu cümləni də oxudum. Yer adları göz bəbəyi kimi, sadə xəlq dilində tələffüz olduğu kimi qorunub saxlanmalı, dəqiq toplanmalı və araşdırılmalıdır. İran dövlətinin bu adları inadla dəyişdirməyə çalışması heç də illətsiz deyildir. Bilirəm ki, hamınız yer adlarının əhəmiyyətini bilirsiniz. Amma bəzən unudur, bəzən ciddiyə almırsınız və hərəmizi bir yerlərdə itələmək lazımdır. Mən burada sizlərə özümün bir təcrübəmi deyirəm. Son zamanlarda Ustad Kərimi məni bu qonuda biraz itələdi və mən əziz dostum Mehdi Feyzullahinin yardımı ilə təkcə öz kəndimizdən 150-dən artıq yer adı topladıq və siz də bu işi təcrübə edin lütfən. Özü də kəndimizdən topladığımız adların içində nə adlar var? Hər bir tükü min Yusifə Kənanə bərabər. O adların bir sırasını yaxında sizlərə təqdim edəcəyəm. Fəqət lütfən Zehtabinin bu vəsiyyətini unutmayın. Yer adları göz bəbəyi kimi, sadə xəlq dilində tələffüz olduğu kimi qorunub saxlanmalı, dəqiq toplanmalı və araşdırılmalıdır. Göz bəbəyi kimi.